Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dost Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Dost to Dost layihəsi çərçivəsində təşkil edilən Əmək Münasibətləri adlı təlim proqramı başa çatıb. Təlim proqramının bağlanış mərasimində Əmək Münasibətləri Yeni Dövrün Tələbləri adlı tədbir təşkil olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev çıxış edərək, əmək münasibətləri sahəsində görülən islahatlar, əmək qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və rəqəmsallaşma istiqamətində atılan addımlar barədə danışıb. O, təlim proqramının gənclərin maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək hüquqlarının qorunması, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, həmçinin əmək və məşğulluq alt sisteminin üstünlükləri barədə məlumat verib. Dost Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədovsa qeyd edib ki, indiyədək 150 mindən çox gənc dost könüllüsü olmaq üçün müraciət edib. 6500 nəfər isə müxtəlif dost mərkəzlərində könüllü kimi fəaliyyət göstərib. O, layihənin gənclərin əmək hüquqları sahəsində məlumatlılığının artırılmasına töhfə verdiyini vurğulayıb. Tədbir çərçivəsində Ideaton müsabiqəsi keçirilib və 5 komanda təqdimatla çıxış edib. Təlim iştirakçılarına sertifikatlar, layihəyə dəstək göstərən qurum və şəxslərə isə təşəkkürnamələr təqdim olunub. Qeyd edək ki, proqram çərçivəsində gənc könüllülər məzuniyyət hüququ, əmək münasibətlərində risklərin idarə olunması, uşaqların əmək hüquqları və əməyin mühafizəsi kimi mövzularda interaktiv təlimlərdə iştirak edirlər. Tədbirin yekununda Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları musiqi nömrələri ilə çıxış edirlər. Bakının qara gözlü qızları, Uluzlu şəhərin uluzları, sizlərə